Kreml 5 saatlıq Putin-Uytkov danışıqlarının təfərrüatlarını gizli saxlayır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların çox faydalı və məzmunlu keçdiyini bəyan etsə də, Trumpın Ukrayna ilə bağlı sülh planında hansı müddəalar ətrafında müzakirələrin getdiyini açıqlamayıb. O, Moskvanın Trumpın 28 bəndlik planına əlavə olaraq 4 sənəd aldığını deməklə kifayətlənib. Mən bu əlavə 4 sənədin mahiyyətini açıqlaya bilmərəm, lakin sənədlərin hamısı Ukraynadakı böhranın uzun müddətli nizamlanmasına və sülhə aiddir. Ekspertlərin fikrincə, Kremldə gizli razılaşmalar əldə olunub. Görüşün bu qədər uzun çəkməsi və tərəflərin təfərrüatları barədə konkret açıqlama verməmələri onun nəticəli olmasından xəbər verir. Bu danışıqların nəticəsi olub. Tərəflər bir-birini eşitməyə hazırdılar. Bu müsbət haldır. Demək, Birləşmiş Ştatlarla Rusiya arasında danışmağa, mübahisə etməyə nəsə var. Hələ ki, bu görüşdən heç bir məlumat sızıntısı baş verməyib. Kremldəki danışıqlarda əldə olunan razılaşmalar çox gizli saxlanılır. Uşakovun dediyi 4 sənəd çətin ki, ərazi məsələsi ilə bağlı olsun. Çünki ərazi məsələsi Trumpın planının ilk versiyasında öz əksini tapıb. Məncə bu əlavə 4 sənəddə söhbət dondurulmuş Rusiya aktivlərindən gedə bilər. Belə bir təəssürat var ki, Rusiya bu aktivlərin donunun açılması üçün ABŞ-yə sərfəli olan razılaşmağa hazırdır. Avropa bu aktivlərlə bağlı qərar verməyə hazır deyil. Çünki Brüssel yaxşı başa düşür ki, Rusiya aktivlərinin müsadirəsi Avropanın imicinə böyük zərər vuracaq. Daha heç bir ölkə aktivlərini Avropada saxlamayacaq. Rusiya prezidentinin köməkçisi dünənki danışıqlardan sonra ərazi məsələsinin müzakirə olunduğunu, lakin hələlik kompromis variantının tapılmadığını açıqlayıb. Bu məsələ müzakirə olunanlar arasında bizim üçün daha vacib olanıdır. Amerikalılar üçün də həmçinin. Hələlik kompromis variantı tapılmayıb, lakin Amerikanın təklif etdiyi bir sıra variantlar az-çox məqbul görsənir. Lakin onları müzakirə etmək lazımdır. Təklif olunan bir sıra variantlar bizə uyğun gəlmir. Bunların üzərində iş davam etdiriləcək. Ekspertlər hesab edirlər ki, danışıqlarda ərazi məsələləri əsas gündəm mövzusu olub. Uşakov belə bir ifadə işlətdi. Biz Ukraynada sülh hər zamankindən daha yaxınıq. Bu o deməkdir ki, müntəzəm olaraq hansısa məsələlər həll olunur, qapadılır. Bundan başqa, ABŞ dövlət katibi Rubinio'nun açıqlaması var. O danışıqlarda Donetsk vilayətinin 20%-nin üzərində mübahisənin getdiyindən danışıb. Rubio'ya görə Donetsk vilayətinin 20%-i elə də böyük ərazi deyil. Amerika Ukraynanın Rusiyanı döyüş meydanında udacağına inanmır. Bu məqam Rusiyanın əlini oynayır. Rusiyada düşünürlər ki, Putin-Uytkov danışıqları nəticəli keçib və əldə olunan gizli anlaşmaların mahiyyəti gec-tez bəlli olacaq. Çünki həmin razılaşmaları icra etmək lazım gələcək. Kreml dünənki danışıqlardan sonra Qərb mətbuatının Putin-Trumpın sülh planını rədd edib iddiasını təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatın düzgün olmadığını, Trumpın sülh təkliflərinin bir hissəsinin Moskva tərəfindən qəbul olunduğunu, bir hissəsinin isə ölkəsi üçün qəbul edilməz olduğunu açıqlayıb. Rəsmi Moskva Rusiya üçün Trumpın planında qəbul edilməz hansı təkliflərin olduğunu isə açıqlamayıb. Kreml rəsmisi bunu danışıqlar prosesinin sükut içərisində aparılmasının tərəfdarı olduqlarını bildirməklə əsaslandırıb. Fərid Əkbərov, İTV Xəbər, Moskva.